Bir daha hatırladıram ki, bugünkü dersimiz molekulyar kinetik nəzəriyyədir. Qısa adı MKN. Ümumiyyətlə, MKN, molekulyar fizika deyəndə nə başa düşürük? Cisimlərin daxili quruluşunu, onların xassələrini və materiyanın istilik hərəkətinin əsas qanuna uyğunluqlarını öyrənən fizika bölməsidir. Yəni, burada temperaturla bağlı məsələlərdir. Yəni, temperaturun dəyişməsi ilə bəzi proseslər də dəyişə bilir. Həmin proseslərin qanuna uyğunluqlarını öyrənəcəyik. Cisimlərin atom və molekullardan təşkil edildiyini, bu zərrəciklərin daimi xaotik, nizamsız hərəkət etdiyini və qarşılıqlı təsirdə olduğunu və onlarda gedən istilik proseslərini izah edən nəzəriyyə isə molekulyar kinetik nəzəriyyədir və qısa adı MKN-dir. Molekulyar kinetik nəzəriyyənin əsasında 3 müddəa durur. Birinci müddəa odur ki, bütün maddələr atom və molekullardan təşkil olunmuşdur. Birinci qayda, birinci müddəa bütün maddələr zərrəciklərdən, yəni atom və molekullardan təşkil olunmuşdur. İkinci müddəa isə bu atom və molekullar, yəni bu zərrəciklər daima nizamsız, yəni xaotik hərəkət edirlər. Bu da MKN-in ikinci müddəasıdır. Və hər bir müddəanı da təsdiq edən təcrübi faktlar var. Birazdan onlar isə deyəcəm. Və nəhayət üçüncü qayda isə maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədirlər. Yəni onlar arasında qarşılıqlı itələmə və cazibə xarakterli qüvvələr mövcuddur. Təkrarən deyirəm ki, MKN-in müddəasında birinci müddəada deyilir ki, bütün maddələr atom və molekullardan təşkil olunmuşdur. İkinci müddəa, bu atom və molekullar daima nizamsız hərəkət edirlər. Üçüncü müddəa isə bu atom və molekullar arasında qarşılıqlı cazibə və itələmə xarakterli qüvvələr mövcuddur. İndi bunları təsdiq edən təcrübi faktları mən sizə deyirəm. Birinci müddəanı təsdiq edən fakt müasir mikroskoplardır. Müasir mikroskoplarla çox böyük molekulları görmək olur. Çox böyük, kiçiklərini yox. Bu təsdiq edir ki, doğrudan da maddələr molekullardan təşkil olunmuşdur. Molekullar özü də, kimyadan bilirsiniz, molekul özü də iki və daha çox atomdan ibarət bir sistemdir. İkinci müddəa, bu atom və molekulların nizamsız, xaotik, qarmaqarışıq hərəkət etməsi ilə bağlıdır ki, burada vəziyyət necədir? Bunu təsdiq edən iki fakt var. Birincisi diffuziya hadisəsidir, ikincisi isə Brown hərəkətidir. Onları mən sizə geniş intervalda izah eləyəcəm və üçüncü müddəa isə zərrəciklər arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur ki, buna da biz harda rast gələcəyik? Elastik yayın deformasiyasında, yəni onun yığılıb və ya açılmasında. İndi görək bizim burada birinci qaydamızda nələri izah etməyə çalışır. Birinci qaydadan ilə başlayıb Brown hərəkətindən mayelərdə və ya qazlarda asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti Brown hərəkətidir. Brown hərəkətinə siz harda rast gəlmisiniz? Qabaqdan yeni il gəlir, yeni ildən sonra da ki, təbii ki, Novruz bayramı gəlir, xalqımızın əsas sevimli bayramlarından biridir. Adətən kənd yerlərində Novruza bir həftə qalmış, 2 həftə qalmış evləri təmizlik işləri aparırlar. Yəni evdə bütün yorğan döşəyi, əgər kənddə, kəsəkdə yaşayanlar bilir, çıxardırlar çölə. Yəni evdən bayıra çıxardırlar və başlar o yorğan döşəyi döyəcləməyə. Döyəclənən zaman orada bir otaqda təbii ki, toz duman əmələ gəlir və pəncərənin qapısı açıq olduqda pəncərənin düşdüyü, günəşin düşdüyü yerə baxsaz, orada çoxlu sayda toz dənəcikləri görərsiniz. Adam deyir ki, ay Allah, görərsən biz bu tozun içində mi yaşayırıq? Bəli, biz həmin o tozun içində yaşayırıq. Sadəcə hiss etmirik onları. Bax, həmin o toz hissəcikləri Brown hissəcikləridir. Brown hərəkətinin yaranmasına səbəb, bax, buradakı bu yaşıl görürsünüz, bax, burada, mən bunu qeyd edeyim. Bax, bu Brown hissəciyidir, bax, göstərirəm buranı. Buradakı maddənin molekullarıdır, zərrəciklərdir. Brown hərəkətinin yaranmasına səbəb bu zərrəciklərin bu Brown hissəciyinə aramsız və fasiləsiz zərbələr endirməsidir. Sizdən sual soruşa bilər ki,
Buron hərəkətinin yaranmasına səbəb nədir? Siz cavabda deyəcəksiniz ki, e, deməli zərrəciklərin buron hissəciyinə aramsız və fasiləsiz zərbələr endirməsində o titrəşimli şəkildə hərəkət edir və bu hərəkət nizamsızdır. Və bu nizamsız hərəkət molekulların xaotik hərəkətdə olduğunu təsdiq edən faktdır. Buron hərəkətinin fiziki izahını 1905-ci ildə Albert Einstein verib. Onu biləsiniz. MK-nə görə, yəni molekulyar kinetik nəzəriyyəyə görə burada yazıb. Bayaq mən dediyim cümləni burada qeyd eləyib. Yazır ki, maye və qaz molekullarının nizamsız hərəkət etməsi nəticəsində onların buron hissəciyinə müxtəlif tərəfdən vurduğu nədir? Zərbələrdir ki, bax bu da mən dediyim cümlə idi. Buron hərəkətin intensivliyi hansı amillərdən asılıdır? Burada qəşəng qeyd olunub. Buron hərəkətinin intensivliyi 3 amildən asılıdır. Birinci temperaturdan. Temperatur artdıkça buron hərəkəti intensivləşir, yəni sürəti artır. İkinci hissəciklərin ölçüsündən asılıdır. Buron hissəciyinin ölçüsündən asılıdır. Üçüncüsü isə mayenin özlülüyündən, yəni qatlıq dərəcəsindən. Kimyada qatlıq keçmisinizdə maddələr, qatı maddələr var, duru maddələr var bu şəkildə. Burada qeyd kimi düşə bilərsiniz ki, bura buron hissəciyi maddəsinin növündən asılı deyil. Yəni buron hərəkətinin intensivliyi maddənin növündən asılı deyilmiş. Deməli, MK-nin ikinci müddəasını təsdiq edən buron hərəkətini biz izah etdik. Növbəti ikinci müddaanı təsdiq edən növbəti fakt isə diffuziya hadisəsidir. Diffuziya hadisəsi maye və qazlarda belə deyək də, təmasda olan müxtəlif maddə zərrəciklərin bir-birinə nüfuz etməsi və ya bir-birinə qarışması hadisəsidir. Diffuziyası bir maddə molekulunun digər maddə molekuluna qarışması, nüfuz etməsi hadisəsi. Fərz edin ki, otaqdasınız, otağa bir xoş ətirli bir insan daxil olur. İstər-istəməz insan sual vermək istəyir ki, nə qəşəng ətrim var, nə gözəl ətrim var, hansı ətirdir de, mən də gedim alım. O ətir molekulları otaqdakı hava molekulları ilə qarışır. Yəni diffuziya edir. Aydındırmı? Diffuziyaya siz misal olaraq şirin çayı da misal göstərmək olar. Səhər dərsə gedəndə içəniz var, içməyəniz var. Zövqə görə dəyişə bilər. Qəndi atırsınız ya da ki şəkər tozunu atırsınız çayın içərisinə. Başlayır orada həll olmağa. Şəkər molekulları su molekullarına qarışır. Yəni diffuziya edir. Sonra kələmin şoraba xoşlayanınız var yəqin ki, şoraba kələm tutması deyirik də, kələm tutması, kələm molekullarının su molekuluna, duz molekullarına qarışmasıdır. Ki buna da biz nə deyirik? Diffuziya deyirik. Diffuziya 3 maddənin üçündə də gedir, qazlarda da gedir, mayelərdə də gedir, bərk cisimlərdə də gedir. Amma diffuziyanın sürəti qazlarda daha çoxdur. Ümumiyyətlə, diffuziya hadisəsinin yaranmasına səbəb molekullar arasında boşluğun olmasıdır. Molekullar arasında boşluq olmasa, diffuziya hadisəsi yaranmaz. İndi burada görə qeyd edibmi, eləməyib maalesef. Mən burada qeyd edeyim. Deməli, molekul arasındakı boşluq nədir şagirdlər? Molekul arasındakı boşluq bərk maddələrdə, deyək ki, bu bərk maddənin molekullarıdır. Qoyun bunu biraz da iri göstərək ki, siz bu deyək ki, bərk maddənin molekullarıdır. Yaxın və bir-birinə nəzərən nizamlı düzülüb. Bu deyək ki, mayenin molekullarıdır. Bir qədər yaxındır, amma nizamsızdır. Bu isə qaz molekullarıdır. Yenə nizamsızdır, amma arasında boşluqlar nədir? Çoxdur. Deməli, bunun altından yazırıq ki, buraya yazaq, çərçivənin içine alaq. Buraya yazırıq ki, bərk. Buraya yazırıq maye. Burada yazırıq qaz. İndi sizin fikrinizə görə hansı maddənin atomlar arasındakı məsafə, boşluq daha çoxdur? Gaz. Qazlarda. Ona görə də diffuziyanın sürəti qazlarda daha çox gedəcək. Sonra dalıca nə gəlir? Mayelər, sonra da dalıca gəlir bərk cisimlər. Hətta ümumiyyətlə bərk cisimlərdə diffuziya çox yavaş gedir də deyə bilərik. Çünki
bərk cisimlərdəki molekullar arası məsafə olduqca kiçikdir. Yəni başqa maddə molekulları arasındakı məsafə molekul ora nüfuz edə bilmir. Etsə də uzun illər. Mənə deməli platinlə qızılın arasında bir diffuziyanı öyrənmək üçün təcrübə aparıblar. Platinlə qızılı üst-üstə qoyub üstünə ağır tonnajlı bir yük qoyublar. 5 ildən sonra açıblar ki, çox az bir hissə millimetrlərlə ölçüləcək qədər bir neçə millimetr bərk maddə qızıl maddəsinə ya da polad maddəsinə qarışıbdır. Aydındır? Deməli, bərk cisimlərdə diffuziya çox zəif gedir. Qazlarda isə diffuziya nədir? Çox böyük sürətlə gedir. Bunun səbəbi nə idi? Bunun səbəbi qaz molekulları arasındakı boşluqların çox olmasıdır. Yəni qaz molekullarının molekul arası məsafə daha böyükdür. Diffuziyanın sürəti iki əsas amildən asılıdır. Birincisi molekulların konsentrasiyasından, yəni konsentrasiya burada yazıb molekullar arasındakı məsafədən. Onu qeyd etmək də olar, amma konsentrasiya daha çox sayla bağlıdır şagirdlər. Vahid həcmdəki molekulların sayı ilə bağlıdır. Bundan asılıdır. İkincisi də temperaturdan asılıdır. Bax, temperatur önəmli faktordur. Temperatur artdıqca diffuziyanın sürəti də artır. Deməli, diffuziyanın sürəti temperaturdan asılıdır. Yenə qaydaq səhər-səhər məktəbə gedəndə dilxor dururuq. Əynimizi başımızı harda geyirib, harda yox, tez qaçırıq məktəbə. Çünki saat 8-də dərs başlayır. Niyə 8-də başlayır, o da sual altındadır. Məsələn, 9-da niyə başlamasın ki? İlla 8-dən başlamalıdır, sabahın köründə. Nəysə, bunlar ayrı mövzudur. İndi şirin çay eləmək istəyirsiniz də, səhər indi bitkə çörək yeyib gedəcəksiniz dərsə. Şirin çay eləyəndə əgər çay soyuq olsa, atdığınız şəkər tozu gec həll olacaq. Çünki temperatur aşağıdır. Molekullar daha az qarışır. Diffuziya daha yavaş gedir. Temperatur amma qaynar çayda bir qaşıq, iki qaşıq şəkər tozu atan kimi dərhal həll olur. Dərhal həll olur, siz də onu içirsiniz, gedirsiniz dərsə. Deməli, temperatur artdıqca diffuziya sürətlə baş verir. Bax belə. Bir də molekulların MK-nın 3-cü maddəsi var idi. Maddə zərərçiləri bir-birinə qarşılıqlı təsirdədir. Yəni, onlarda qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur. Bu nə deməkdir, dəyərli dostlar? Elastik yayın deformasiyası buna ən gözəl nümunədir. Topluluqda da 2 dənə buna sual var. 2 ədəd buna aid nə var? Sual var. Elastik yayın deformasiyası nədir şahidlər? Bunu mən burada bir izah eləməyə çalışım. Deməli, bu yaydır. Bu yayı F qüvvəsi ilə mən uzadıram x qədər. Mən F qüvvəsinin təsirini kəssəm, yəni F qüvvəsini daha tətbiq etməsəm, bu yay əvvəlki vəziyyətə qayıdacaq. Ona görə qayıdır ki, bu yayın molekulları biri-birini neynir? Cəzb edir. Əgər cəzb etməsəydi, qayıtmazdı. Deməli, açılmış, yəni zorla dartılmış yay əvvəlki vəziyyətinə sıxılması molekullar arasındakı cazibənin olduğunu göstərir. Molekullar arasındakı cazibənin olduğunu göstərir. İndi əksinə, yayı burada sıxırıq. Yayı burada F qüvvəsinin təsiri ilə sıxırıq. Sıxıb buraxanda ki, bu da x qədər sıxılır. Sıxıb buraxandan sonra, yəni bu F qüvvəsinin təsirini neynədikdən sonra, təsirini kəsdikdən sonra bu yay öz əvvəlki kimi açılacaq. Sıxılmış yayın öz-özünə açılması molekullar arasındakı itələmə qüvvələri mövcud olmağını göstərir. Molekullar arasındakı itələmə qüvvələrinin mövcudluğunu göstərir. Çünki sıxdığın zaman molekullar bir-birinə yaxınlaşacaq, amma çox yaxınlaşa bilmirlər. Klassik R0 məsafəsi var. Bu məsafədən artıq yaxınlaşa bilmirlər. O məsafədən çatdıqda molekullar başlayır bir-birini neynəməyə? İtələməyə. Bax belə. Deməli, elastik yayın deformasiyası maddələr arasında, molekullar arasında, daha doğrusu molekullar arasında qarşılıqlı cazibə və itələmə xarakterli qüvvələrin mövcudluğunu göstərən faktdır. Beləliklə, MK-nin əsas müddəalarını izah elədik. Toplunun birinci başlığını bu izahlarla hamısını eləyə bilərsiniz, yaza bilərsiniz. Toplunun birinci başlığı bitdi.
İndi ikinci başlıq e, ancaq düsturlarla bağlıdır. Mən bu arada görüntümü bağlayıram. Çünki kompüter notebooku çevirib ancaq yazı yazacağım. İndi diqqət ekrana. Ekranı buradan paylaşaq. Lövhə ekranımızı paylaşaq. İndi siz yaza bilərsiniz ki, nə yazarsınız? Yaza bilərsiniz ki, şagirdlər, e, nisbi molekul kütləsi. Nisbi molekul kütləsi. Biz də yazaq. Bu düsturlardakı kəmiyyətlərin adını öyrənmək, düsturun özünü öyrənməkdən qat-qat yaxşıdır. Başlayırıq. Birinci mövzu ilə yazırıq ki, nisbi molekul kütləsi. Nisbi molekul kütləsi. Maddənin bu arada nisbi molekul kütləsi mR ilə işarə olunur şagirdlər. mR bərabərdir. Maddənin bir molekulunun kütləsinin karbon atomunun 12-də birini olan nisbətidir. Buna biz nisbi molekul kütləsi deyirik. Burada siz bilməli olduğunuz kəmiyyətlər hansılardır? Bilməli olduğunuz kəmiyyətlər M0-dır. M0 bir molekulun kütləsidir. M0 karbon isə bir karbon atomunun kütləsidir. Bir karbon molekulunun kütləsidir. Narahat olmayın. Bu düstura aid sizə məsələ falan soruşmaz. Birbaşa düsturun özünü soruşa bilər. Bu düsturun özünü öyrənsəz bəs eləyir. İndi molyar kütlədən danışacağım sizə. Molyar kütlə. Molyar kütlə 1 mol maddənin kütləsinə deyirlər. 1 mol maddənin kütləsinə molyar kütlə deyirlər. Molyar kütlə böyüyümlə işarə olunur. Düstur belədir. M0 vur Na. Artıq burada M0'ın nə olduğunu bildiniz. Burada bilmədiyiniz bir şey var ki, Na nədir? Burada Na Avogadro sabitidir. Avogadro sabiti. Avogadro sabitinin qiyməti bizə maraqlı deyil. Məsələlərdə biz 6 vur 10 üstü 23 götürəsiyik biz bunu. Vahidi isə nədir? Mol üstündə -1 və ya 1 böl moldur bunun vahidi. Avogadro sabitinin vahidi 1 böl moldur və ya mol üstündə -1'dir. Molyar kütlənin də düsturunu keçdik. Vahidin deyək. Molyar kütlənin vahidi. Kilogram bölü mol. Bəli, bəli, molyar kütlənin vahidi olacaq kiloqram böl mol. Kiloqram bölünmüş mol. Və molyar kütlə skalyar kəmiyyətdir. İndi bugün keçəcəyimiz bütün düsturların kəmiyyətləri skalyardır onsuz. Molyar kütlədən sonra biz maddənin kütləsindən danışa bilərik. Maddənin kütləsi. Maddənin bizim testlərdə isə daha çox qazın kütləsindən danışıldığına görə 1-5'ə yazıram ki, qazın kütləsi. Tutaq ki, bizim bir qutumuz var və bu qutunun içində n sayda molekul var. N sayda molekul var və hər molekulun da kütləsi M0'dır. Onda bu qutuda nə qədər kütlə var, oradakı qazın kütləsi nə qədərdir desək, bir molekulun kütləsini vurarıq onun sayına. Deməli, bir molekulun kütləsini molekulların sayına vurduqda maddənin kütləsini almış olaraq. Düstur da bərabərdir. M bərabər M0 vur N. İndi bunları tərəf-tərəfə bölə bilərik. Tərəf-tərəfə böldükdə məşhur maddə miqdarı mol var ha, onun düsturunu ala bilərik. Hə, bu arada mən unutdum deməyi. Kütlənin vahidi, vahid transkripsiyada yazılır da. Kütlənin vahidi 1 kiloqramdır. 1 kiloqram BSD nədir? Kiloqram
beynəlxalq vahidlər sistemində əsas vahiddir. İndi növbəti dərs maddə miqdarıdır. Maddə miqdarı. Maddə miqdarı nü ilə işarə olunur şagirdlər. Nü bərabər maddənin kütləsinin molyar kütləyə olan nisbətidir. Nü bərabərdir m bölünmüş m. Vəssalam. Biz digər tərəfdən çıxarış eləyə bilərik. Deməli, nü bərabərdir. M-i yerinə yazıram mən m0 vur n. Böyük m-in də yerinə yazıram m0 n-a. Böyük yerinə yazıram m0 n-a. Burada m0'lar gedir. Qalır m bölünsün n-a. Deməli, maddə miqdarının belə də düsturu var. Baxın, nü bərabərdir. M bölünmüş, daha doğrusu m bölünmüş n-a. Və burada maddə miqdarının vahidini yaza bilərik ki, vahidi nədir? Maddə miqdarının vahidi moldur. Maddə miqdarının vahidi 1 moldur. 1 mol, 1 mol. Beynəlxalq vahidlər sistemində əsas vahiddir. Vəssalam. 2 dənə əsas vahid keçmiş olduq. Hələ birini də keçəcəyik. Burada n isə molekulların sayıdır. İndi keçək buradan molekulların sayına. Molekulların sayı. Molekulların sayını buradan tapaq. Molekulların sayını tapanda belə olur düstur. M bərabər olur. Nü vurulsun n avogadro. Nü'nün də yerinə bu yuxarıdakı düsturu yazdıqda onda molekulların sayı belə olur. M bölünmüş M vurulsun n avogadro. Bu da oldu molekulların sayının düsturları. Təbii ki, molekulların sayının vahidi yoxdur şagirdlər. Çünki sayanda demirik də vahidini. Çünki vahidi yoxdur. Yazırıq ki, vahidi yoxdur. N. Vahidi yoxdur. Adsız kəmiyyətdir. Maddənin sıxlığına gələk şagirdlər. Növbəti düsturumuz maddənin sıxlığıdır. Maddənin sıxlığı. Maddənin sıxlığı rho ilə işarə olunur. Vahid həcmdəki maddənin kütləsinə bərabərdir. Yəni, rho bərabərdir. M bölünmüş V. Bu düsturu əvvəlki dərslərdən də Newton qanunları dərsindən də bilirsiniz. Və buradan sıxlığın vahidini biz tapa bilərik. Sıxlığın vahidi olacaq kiloqram bölünmüş metr kub. Bu kəmiyyətlər hamısı yenə dediyimə görə skalyar kəmiyyətlərdir. Növbəti düsturumuz molekulların konsentrasiyasıdır. Konsentrasiya. Molekulların konsentrasiyası balaca n hərfi ilə işarə olunur. Vahid həcmdəki molekulların sayına bərabərdir. Vahid həcmdəki molekulların sayına bərabər olan kəmiyyət molekulların konsentrasiyası adlanır. Və molekulların konsentrasiyasının vahidi sayın vahidi yoxdur. 1 yazırıq, həcmin vahidi isə olacaq metr kub. Yəni, bu deyilir metr üstündə mənfi 3. 1 böl metr kub molekulların konsentrasiyanın vahididir. İndi molekulların konsentrasiyası ilə sıxlıq arasında belə bir düstur alınır. Belə bir əlaqə var. O əlaqəni mən sizə demək istəyirəm. Deməli, belə ki, biz yazırıq. Rho bərabərdir M bölünmüş V. M-in yerinə mən yazaram M0 vur N vur V. Bax, M-in yerinə burada M0 vur N yazdım. İndi burada mən artıq nəyi görürəm? Düstur görürəm. Baxın. Burada bax, qırıq-qırıq xəttin içərisinə bunu qeyd edirəm. M böl V. Daha doğrusu mən bura böyük N yazmalıydım.
Çaşıb kiçik yen yazmışam. Üzürlü hesab eləyin. Burada böyük yen yazacağım. Böyük yen böl V bizə konsentrasiyanı verir. Onda olacaq M0. Bu qırıq-qırıq xəttin yerinə mən N yazdım elə bil ki. M0 vur N. Deməli, rho bərabər olacaq. M0 vurulsun N-ə. Bax, bu düstur çox məşhur düsturdur. Yəni, çox həm də vacib düsturdur. Və nəyin düsturudur? Deməli, bu nəyin düsturudur? Sıxlıq ilə sıxlıq ilə molekulların konsentrasiyası konsentrasiyası arasındakı əlaqə düsturu. Bir daha bunu təkrar yazaq. Deməli, rho bərabər olacaq. M0 vur N və ya M bərabərdir. Rho bölünsün M0. Bu düsturlarda öyrənə bilərsiniz. Burada görürsünüz ki, rho ilə n düz asılıdır. Burada konsentrasiya n ilə düz asılıdır. Burada rho m ilə düz asılıdır. Burada molekulların sayı nü ilə düz asılıdır. Burada maddə miqdarı kütlə ilə düz asılıdır. Yəni burada hamısı düz asılıdır, tərs asılıdır. Başqa bir asılılıq yoxdur deyə mən bu qrafiklərini çəkmədim. Yəni siz düstura baxıb qrafiklərini çəkə bilərsiniz təbii ki. Bax belə, dərsimizin belə deyək də ikinci bölümünü də bitirmiş olduk. Yəni test toplusunda artıq ikinci başlığı da nə edə bilərsiniz? Yaza bilərsiniz. İki başlıq keçdik artıq. Və üçüncü başlıqla davam edirik. Üçüncü başlığımız gəlir temperatur. Temperatur və temperatur şkalaları. Temperatur. Temperatur cismi təşkil edən molekulların orta kinetik enerjisinin ölçüsüdür. Cismi təşkil edən zərrəciklərin orta kinetik enerjisinin ölçüsüdür. İstəyirsiniz bura yazın. Cismi təşkil edən molekulların orta kinetik enerjisidir. Orta kinetik enerjisidir. Temperatur T ilə işarə olunur şagirdlər. T hərfi ilə, kiçik T hərfi ilə və ya T indeksində F hərfi ilə işarə olunur. Cürbəcür temperatur vahidləri var, amma temperaturun əsas vahidi Kelvin şkalasında olan temperaturdur və onun da vahidi 1 Kelvindir. 1K yazılır. Oxunuşu isə necədir? 1 Kelvin. Temperaturun vahidi 1 Kelvindir və o Kelvin BC-də, yəni beynəlxalq sistemdə əsas vahiddir. Beləliklə, bugün 2 dənə əsas vahid keçdik. Bunlar hansılar idi? Mol, bir də Kelvin. O kiloqramı da əvvəl keçmişdik. Deməli, temperaturun vahidi Kelvindir. Temperatur termometrlə ölçülür. Temperatur termometrlə ölçülür. Yazaq bura ki, termometrlə ölçülür. Ən geniş yayılmış termometrlər civəli termometrlərdir və onların iş prinsipi ən geniş yayılmış civəli termometrlərin iş prinsipi civəli termometrlərin iş prinsipi maddələrin istidən genişlənməsinə əsaslanır. Bilirsiniz ki, maddələr istidən genişlənir, soyuqdan nə olur? Sıxılır. Maddələrin istidən genişlənməsinə əsaslanır. Bunları biləndən sonra keçirik temperatur şkalalarına. 3 növ temperatur şkalası mövcuddur.
temperatur şkalası. Şkalaları. Üç növ temperatur şkalaları mövcuddur. Birincisi Celsius şkalasıdır. İkincisi Kelvin şkalasıdır. Üçüncüsü ise Fahrenheit şkalasıdır. Fahrenheit şkalasıdır. Celsius şkalasında yazılış balaca T iləndir. Kelvində yazılış böyük T iləndir. Fahrenheitdə isə yazılış T indeksində F hərfi iləndir. Celsius şkalasında vahid dərəcə Celsiusdir. Kelvində sadəcə K yazılır. Fahrenheitdə isə dərəcə F ilə işarə olunur. Celsius şkalasında suyun temperaturu 0 dərəcədə donur. Kelvində bu 273-dür. Fahrenheitdə isə 32-dir. Celsius şkalasında suyun qaynama temperaturu 100 dərəcədir. Kelvində bu 373-ə bərabərdir. Fahrenheitdə isə bu 212-dir. Təbii ki, bunlar necə tapılır, onu mən sizə düsturlarla deyəcəm. Hələlik burada bir cədvəl əmələ gəlsin. En azından bu suyun qaynama və donma temperaturlarını yadınızda saxlayın ki, düsturun doğruluğunu neyə biləsiniz? Axırda yoxlaya biləsiniz. İndi mən sizə bunların arasında keçid düsturlarını yazacağım. Deməli yazırıq ki, Celsius şkalasından Kelvin şkalasına keçid. Kelvin şkalasına keçid düsturu. Celsiusdən Kelvinə keçid düsturu dəyərli şagirdlər belədir. Böyük T bərabərdir, balaca T üstəgəl 273. Yəni Kelvin şkalasındakı temperatur Celsius şkalasındakı temperaturdan nə qədər çoxdur? 273 vahid çoxdur. Bu gözəl düsturlardır və Kelvin əsas vahid olduğuna görə siz məsələlərdə daha çox nə ilə getməlisiniz? Kelvin şkalasının düsturu ilə getməlisiniz. Ən çox. Bax belə. İndi Kelvin şkalası da, Celsius şkalası da ikisi də termometr düzəldərkən bunlar alimlərin adlarıdır. İkisi də termometrlərini 100 bölgü götürüblər. Bu nə deməkdir? Bu o deməkdir ki, bunların dəyişmələri bərabər olacaq. Məsələn, havanın temperaturu deyək ki, 5 dərəcə artıbsa, 5 dərəcə Celsius artıbsa, bu Kelvində də 5 dərəcə Kelvin artmaq deməkdir. Və ya azalıbsa, 7 dərəcə azalıbsa, bu Kelvində də 7 Kelvin azalıb deməkdir. Amma bu o demək deyil, ha, 7 Kelvin 7 Celsiyə bərabərdir. Yox, artması və ya azalmaları bərabərdir. Yəni, çox uzatmayaq, delta T-ləri bərabərdir. Yəni, delta T bərabərdir delta böyük T-yə. Bu olduqca vacib bir məsələdir ki, çünki məsələ əlində həmişə bundan istifadə edəcəyik. Dərhal bir dənə nümunə göstərim ki, siz söhbətin nədən getdiyini biləsiniz. Nümunə. Deyir ki, gecə havanın temperaturu mənfi 3 dərəcə Selsidir. Gündüz isə 7 dərəcə Selsidir olmuşdur. Havanın temperaturu neçə Kelvin artmışdır? Uşağı çaşdırır da bu Kelvin artmaq. Deməli, bizdə buradan yazırıq həlli. Buraya yazırıq həlli. Həllini necə edirik şagirdlər? Baxın. Birinci T1-i verib bizə mənfi 3 dərəcə Selsi. T2-ni veribdi 7 dərəcə Selsi. Buradan delta T nə qədər olur? T2 çıxılsın T1. Doğru. T2 çıx T1 bərabərdir. 7 çıxılsın mənfi 3. Bu deyilir 10 dərəcə Selsi. Deməli, havanın temperaturu 10 dərəcə Selsi artıb.
Amma biz nəyindən soruşur? Kelvindən. Ha, burada da demişik ki, Selsi də dəyişmək, Kelvin də dəyişməyə bərabərdir. Yəni sən yazarsan ki, delta T bərabər böyük delta T bərabər kiçik delta T 10 dərəcə Selsi ya da yaza bilərsən ki, 10 Kelvin. Deməli cavab 10 Kelvin artıb. Yoxlaya da bilərsiniz ha. -3 ilə 273-ü toplayın. Elədi 270 Kelvin. Sonra 7 ilə 273 toplayın. Elədi 280. 280-dən də 270 çıxanda qalacaq elə 10 Kelvin qalacaq da. Yəni yoxlaya da bilərsiniz. Hə, bunlar arasındakı qrafik var. T burada T-dən düz mütənasibdir. Amma belə qrafik bildiyimiz düz mütənasiblər kimi deyil. Deməli Kelvin şkalasındakı temperaturun Selsi şkalasındakı temperaturdan asılı qrafiki. Qrafik belə olacaq. Düz mütənasib olacaq, amma müəyyən qiymətdən. Müəyyən qiymətdən düz mütənasib artacaq. Təbii ki, bu müəyyən qiymət -273 dərəcə Selsidir. Çünki -273 dərəcə olanda Kelvin şkalasındakı temperatur 0 olur. Bu arada onu da deyim ki, 0 Kelvin həyatda mümkün deyil. 0 Kelvin yoxdur. Çünki 0 Kelvin olsa həyat olmaz. Yəni molekullar hərəkət etməz. Bax, bu oldu Kelvin şkalasındakı temperaturun Selsi şkalasındakı temperaturdan asılı qrafiki. Amma delta T'nin delta kiçik T'dən asılığı isə düz mütənasib olacaq. Delta T'nin delta yəni temperatur şkalaları burada dəyişmələri